Salam dəyərli izləyicilər, bu gün sizə menopozda xəstəliklərin artma səbəbi və müalicəsindən danışacağam. Menopoz dövrü hormonların sıfıra yenməyi deməkdir. Hormonlar xüsusən estrogen hormonu. Öncə estrogen hormonunun bədənə faydasından danışaq. Bədəndə yağ kütləsini bərabər paylanması təmin edir. Visceral yağ kütləsinin orqanlar ətrafında yığılmasının qarşısını alır. Xolesterinin toplanmasının qarşısını alır. Hüceyrənin insulin həssaslığını artırır. Antiinflamator təsirə malikdir. Menopozda estrogen sıfıra düşdüyünə görə tam əksi. Xanım inflamator xəstəliklərə meylli olur, damar elastikliyi azalır, hüceyrənin insulin həssaslığı azalır, dövr edən qanda qlukozanın faizi artır, bədənin yağ kütləsinin xüsusən də qarın və bel nahiyəsində olduğunu görürük və daxili orqanların yağla əhatə olduğunu görürük. Bununla bərabər xanım həm də sümük əriməsi simptomlarını da görmüş oluruq. Bütün simptomlar birləşərək qadını həm şəkərli diabetli xəstəliyə, həm ürək-damar sistemi xəstəliyinə, beyində Alzheimer, demans kimi xəstəliyə meylliyi də artırır. Sümük əriməsi də yanaşı olaraq gedir. Bununla bərabər menopoza qədər olan qadının reproduktiv dövrdə yaşadıkları da çox önəmlidir. Hamiləlik keçirmişsə, preekləmpsiya olma riski, hamiləlik şəkəri olma riski bu riski artırır. Genetik olaraq bu xəstəliklərə meylli olmağı, otoimmun xəstəlikləri reproduktiv dövrdə yaşamağı, bu da xanımın bu xəstəliklərə meylliyini artırır. Gördüyümüz kimi səbəbimiz birdir, estrogen azlığı. Problemimiz isə çoxdur. Onda deyə bilərik ki, biz estrogeni replasman edərək məqsədimiz xəstəliyi müalicə etmək deyil, sağlamlığı qabaqlayıcı şəkildə qorumaqdır.